Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Məhəmməd Xiyabani küçəsində. Bu gördüyünüz möhtəşəm parkın və Qismət Şahlıq Sarayının tam yaxınlığında yeni tikili binada qanuni 3 otaqlı, kubçalı, möhtəşəm bir mənzilimiz satışa çıxıb dəyərli dostlar. Park ərazisinə çox yaxındır. Gəlin keçək indi mənzilin yaşayış sahəsi ilə birlikdə tanış olaq. Video təqdimata davam edirik. Yaşayış sahəsindən mənzil yel çəkən bir mənzildir. Hər iki tərəfə baxışı var. Qanuni 3 otaqlıdır. Hal-hazırda mənzilin qonaq otağını görürsünüz. Təmiri şəraiti əladır. Bugünkü gündə təmirə ehtiyacı yoxdur. Yeni Yasamalın gözəl bir hissəsindədir. Yuxarı ərazidir. Havası təmiz, ekoloji təmiz ərazidir. Bakı dairəvi yola da, mərkəzə də çox yaxındır. Qonaq otağının ölçüsü gördüyünüz kimi genişdir. 130 kvadrat ümumi sahəsi var. İstilik sistemi kombidir. Hal-hazırda mülkiyyətçi özü yaşayır. Bu hissədə olan eyvana həm qonaq otağından, həm də mətbəxdən keçid var. İndi o bir hissədən də sizlərə təqdim edəcəm. Mənzilin proyekti əladır. Geniş bir xol hissəsi var. Belə bir dəhlizimiz var mənzilin. Sanitar qovşaqla hamam otağı ayrı-ayrılıqdadır. Əşyasız şəkildə satış üstünlük təşkil edir. Əşyalara əlavə razılaşmaq olar. Çöldən giriş qapısı yerləşir burada. İçəri daxil olarkən bizi geniş bir dəhliz qarşılayır. Sol divarda belə bir qardırop şkafı var. Sanuzel hamam otağını sizlərə təqdim edirəm. Qiyməti də bugünkü bazar qiymətlərinə uyğun qoyulub. Real bazar qiyməti təyin olunubdur. Hamam otağı və sanuzel qovşağı yerləşir bu hissədə. Mənzilin mətbəxi buradadır. Geniş bir mətbəximiz var. Divar boyu bahalı materialdan mətbəx mebeli yığılıbdır. Kubçalı binadır. Tam yaşayışlı, tam məskunlaşmış binadır. Hər bir şəraiti var. Gördüyünüz kimi mətbəximiz də çox genişdir. 2 ədəd yataq otağımız var. Çox mərtəbəli binanın 5-ci mərtəbəsindədir. Yataq otaqlarından biri buradadır. Bura valideyn yataq otağıdır. Buradakı eyvanı sizə təqdim edirəm. Bura xırda eyvanımızda gördüyünüz kimi. Digər yataq otağından da bu eyvana keçid var. Burada isə yerləşir mənzilimizin uşaq yataq otağı. Gördüyünüz kimi uşaq otağının da ölçüsü genişdir. Çox əla bir proyekti var mənzilin. Heç bir itki yoxdur. Ümumilikdə geniş bir mənzildir. Uşaq otağı da gördüyünüz kimi çox genişdir. Hər iki divar boyu yatacaqlar qoyulub. Üst hissədə yataqlar, aşağıda kompüter masaları. Və bayaq digər yataq otağından göstərdim sizə. Bu eyvana ikinci uşaq yataq otağından da giriş-çıxış mövcuddur. Səhifənin bio bölməsində əlaqə nömrəmiz qeyd olunub. Mənzillə bağlı hər hansı sualınız olarsa, qeyd olunan nömrə ilə əlaqə saxlayın. Kanalımıza abunə olmağı unutmayın.